Değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Bugün Xırdalanda Hündürqır ərazidə 119 nömrəli marşrutun son dayanacağına 100 metrlik məsafədə 2 mərtəbəli beton monolitlə şəxsi tikili, rahatlıqla həyətinə maşın yerləşən 7 otaqlı həyətimizi təqdimatına gəlmişik. Saray kimi evdə deyə bilərik. Ümumilikdə 2 sotdadır, rahatlıqla həyətinə maşın yerləşir, əlavə yeri də qalır. Həyətdə yerləşən sanuzeli, evin hər iki mərtəbəsində sanuzeli var, həyətdə var. Kombin aparatı qoyulub burada və əlavə əşyalar yığmaq üçün yerdir. İsitmə sistemi kombidir, radiatorlar quraşdırılıb, hər biri hazır vəziyyətdədir. Giriş isə birinci mərtəbədə yerləşən geniş ölçüdə qonaq otağı, sol tərəfdə yerləşir evin 25 kvadratdan yuxarı ölçüsü olan mətbəx hissəsi, mətbəx mebeli quraşdırılıb, hazır vəziyyətdədir. Sağ tərəfdə birinci yataq otağı, geniş ölçüdə yataq otağı və ikinci yataq otağı. Otaqların ölçüləri həqiqətən də çox genişdir və xüsusi işləmələrlə fıstıq ağacından işlənmiş altı beton olan pləkanı, evin podvalının 2 metr hündürlüyü var. Quru ərazidir, bir daha qeyd edim. İkinci mərtəbəyə daxil olduq. Belə bir geniş giriş hissəsi, koridor hissəsi. Sol tərəfdə yerləşir birinci yataq otağı. Otaqların ölçüləri bir daha qeyd edim, çox genişdir və qiymət çox gözəl qiymətə təklif olunur. İkinci yataq otağı, ətraflı çəkim təqdim edeyim. Üçüncü yataq otağı, sanuzel, aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Və son olaraq möhtəşəm geniş qonaq otağı, şəxsi təmirli, şəxsi tikili saray kimi evdir. Çox geniş ölçüdə otaqları var və eyvan hissəsi, belə bir geniş eyvanı var. Start qiymət 135.000 manat. Sənəd qiymətləndirmə sənədi ünvana qeydata düşmək mümkündür. Kommunallar ada gedir. Sizin də satış işləmləriniz mümkününüz varsa bizə müraciət edə bilərsiniz. Tezcə satışla nail olarıq. Təşəkkürlər.